hər 2 ildən bir yeni iPhone almaq istəyirsinizsə, bu videoya diqqətlə baxın. Borcsuz, xərcsiz, kreditsiz qızıl qaydalardan danışıram. Ekran qarşısına yaxın əyləşin. İlk olaraq telefon alanda onu sərgəli saxlayın. Çünki 2 il sonra biz onu satacağıq. Bir şeyi almaq şərt deyil, bir şeyi saxlamaq şərtdir. Siz iPhone alandan sonra hər ay 60 manat da kənara pul ayırırsınız. Minimal 60 manat. Bu gün iPhone bazarda qiymətin nisbətən qoruyan tək-tük smartfonlardan biridir. Ona görə də 2 ildən sonra yaxşı qiymətə satmaq üçün bunu sərgəli saxlamaq vacibdir. 2 ildən sonra təxmini yarı qiymətinə satacaqsınız. Və hər ayda 60 manat kənara qoyduğunuz üçün cəmdə bizim 1440 manatımız var. Beləliklə kreditə və ya borca girmədən yeni iPhone ala bilərik. iPhone alacaqsınızsa əgər bu videoya mütləq baxın. Baxmamış almayın. Bir aydır mən bu cihazı cibimdə gəzdirirəm. İndi gəlin görək iPhone 17 Pro Max artıq yüklü yoxsa faydalı gadget. Xatırladım ki, mən bundan əvvəl iPhone 15 Pro Max işlədirdim. Video və kanalıma dəstək olmaq üçün abunə olmaq kifayətdir. Mən Nurlan Qurbanov sizləri salamlayıram. Bugün bir aylıq iPhone təcrübəmi sizinlə bölüşəcəm. Gəlin birlikdə qərar verək, köhnə nəsil iPhone istifadəçiləri keçid etməyə xeyir tapacaqlarmı, yoxsa heyfslənəcəklər? İlk olaraq internetdə yayılan rəng getmə problemləri var. Bu videolar haqqında yəqin ki, hər biriniz görmüsünüz. Nəm salfetlə siləndə və yaxud günəş şüaları ilə reaksiya girəndə rəngi solurmuş. Açığı deyim ki, bu dəliliyi mən də eləmişəm. Amma heç nə olmadı şükür. Lakin bir daha təkrar eləməyəcəm. Nə olar, nə olmaz. Günəş şüalarını bilmirəm, amma nəm salfet məsələsində eşitdiyimə görə Apple rəsmiləri belə cavab verib ki, yalnız mikrofiber dəsmallarla silmək olar. Nə bilim valla. Ergonomikadan danışsaq, həqiqətən telefon çox rahatdır. Gəlin mən hətta sizə bunun кейsini çıxardım. Keysini çıxardım demişkən, yeri gəlmişkən deyim, telefonunuzu həftədə heç olmasa bir dəfə də olsun keysini çıxardıb bax bu qıraqlarını, dib bucaqlarını, keysin qıraqlarını təmizləyin ki, toz da telefonu cıza bilir. İnana bilirsiniz, toz belə telefonu cıza bilir. Söhbət iPhone-dan getmir ha, istənilən telefon materialını toz cıza bilir. Bəzən telefon satış saytlarında rast gəlmisiniz, deyirlər ki, telefonda toz cızıqlarından başqa heç nə yoxdur. Telefon həqiqətən çox gözəl dizayndadır, rahat, ergonomikdir. Barmaq izi ləkəsi saxlamır, elə real şəkildə ona baxırdım. Bu hissə barmaq izi ləkəsi saxlayır. Amma bu hissələr, yəni belə deyək, səhv etmirəmsə bu hissələr alüminiumdandır, ona görə barmaq izi ləkəsi saxlamır. Bir də üzərində belə bir yer var, o biraz tez cızıla bilir, dırnaq ləkəsini saxlayır və salam. Belə də hələ ki, mən indi sizlə videoda danışa-danışa dərindən baxıram görüm cızılıb yoxsa yox, hələ ki bir cızıq falan heç nə görməmişəm. Əsas məsələ kameralar. Kameralarda mən fərqi gördüm. Özdə belə qəşəng fərq gördüm. Yəqin ki, bu kameralar hər üçünün 48 megapiksel olması barədə məlumatınız var. Və zoom edəndə optikal zoomdan söhbət gedir. Yəni 2x-a, 4x-a, iPhone 17 Pro Max-lar artıq 8x-də gəlir. Amma 16 Pro Max-a qədər sadəcə 2 və 5x var idi. Yəni o x-lara aktiv eləyəndə və yaxud x-larına zoom eləyəndə effekt itmir. Bu adama xoş gəlir. Kamerada mənim işimə yarayan yaxşı xüsusiyyətlərdən biri də budur ki, görüntülü danışıq və ya Instagramda canlı yayın zamanı obyekti izləməyə bacarır. Məsəl üçün belə tutmusunuz özünüzə qarşı telefonu deyək ki, başınızı sağa, sola, aşağı, yuxarı eləyəndə kamera sizi izləyir. Bu yəqin ki, bir kameranı yaxınlaşdırır, crop eləyir və yaxud sensorla izləyir, amma bu optik izləmə deyil, yəni içərisində kamera sağa sola oynamır. İkinci xüsusiyyət isə budur ki, ön kamera ilə horizontal şəkil çəkmək istəyəndə artıq telefonu çevirmənizə ehtiyac yoxdur. Elə vertikal tutursunuz, sadəcə burada bir dənə düymə var, gördünüz bu düymə və salam oldu horizontal. Gecə çəkilişi doğrudan da möhtəşəm deyiləcək qədər yaxşıdır. Sadəcə mən bir nümunə tapa bilmədim bura qoymağa. Gecə çəkilişlərində mən belə məhdəd qaldım. Hətta kameranı elə-belə yoxluyordum, gördüm doğrudan da gözəl çəkir. Kamerada bəyənmədiyim bir şey arxa kamera ilə çəkiliş eləyəndə soyuq tonlarda çəkiliş edir. Bilmirəm bu niyə belədir. Bəlkə mən nəyisə səhv eləmişəm, bəlkə ümumiyyətlə nəyisə etməmişəm, etmək lazım edir. Əgər bu haqda biləniniz varsa şərhlərə yazsanız sevinərəm. Ön kamerada dəyişib 18 megapiksel olub, ona görə də daha keyfiyyətli çəkir. Məndə olan variant GSIM variantıdır. Yəni fiziki sim kart yoxdur.
Ümumiyyətlə heç mən son 3 ildir ki, fiziki sim kartdan tamamilə imtina eləmişəm. Yesim istifadə edirəm. Bu digər fiziki sim kartdan fərqlənən cəhətini görmürəm. Yesim olduğu üçün batarya həcmi digər sim kart yuvası olan modellərdən daha yüksəkdir. Yesim variantında 5088 mAh-dır, digərlərində isə 4823 mAh. Nəhayət ki, iPhone sürətli şarj məsələsinə daha dərindən yanaşmağa başlayıb. iPhone 17 Pro və Pro Max-larda artıq 40 Watt-a qədər güclü şarj qəbul edə bilir. Sadəcə bizə yazılır ki, 40 Watt və yuxarı adapter başlıqları ilə şarj edə bilərsiniz. Daha güclü şarj başlığı istifadə etməkdən də çəkinməyin, çünki iPhone öz gücü qədərini qəbul edəcək. Məsələn, mən MacBook-un 67 Wattlıq adapterindən istifadə edirəm. iPhone sadəcə bunun 40 Wattını qəbul edir. 40 Wattda hardandır? Real nəticələrdə, testlərdə iPhone 38-39 Watt-a qədər enerji qəbul edir. Bu real bir fikirdir. Həqiqətən mən də o şarj etmədə o gücü görə bilirəm. Doğrudan da güclü şarj edir, çünki 18%-dən 95%-ə təxminən 45-50 dəqiqəyə dolum edir. Hələ deyirəm ki, Xiaomi-yə baxsan 100 Wattlardan, 120 Wattlardan söhbət edir. Biz iPhone-un 40 Watt-la şarj etməyinə güclü şarj deyirik. Gör nəyə sevinirik. 20 Watt olan başlıqla da şarj edə bilərsiniz, amma zəif də olacaq. Təxminən 1 saat, 1 saat 20 dəqiqə. Əşi, bu başlıq məsələsi də qəribədirlər. Başlıq qoymurlar, satışa buraxırlar. Ondan birini qoyun qutuya, bizi də sevindirin də. İndi mən əlavə MacBook-um olmasaydı gərək gedib sürətli şarj adapteri başlığı almalıydım ki, bu sürətli şarj imkanından faydalana bilim. 20 Wattlıq isə 1 saat 20 dəqiqə gözləməliydim. Belə getsə, naqili də pullu eləməsələr yaxşıdır. Şarj sərfiyyatı barədə desəm, həqiqətən bilmirəm təzə olduğu üçün belədir, yoxsa belə də davam eləyəcək. İndiki vəziyyətdə mən aktiv istifadə edirəm. Aktiv demək, nisbi aktiv istifadə edirəm. Sutkada isə bir dəfə şarj edirəm. Yəni, məsəl üçün, bugün səhər saat 8-də şarj etdim. 95%-ə qədər limit təyin eləmişəm. 95%. Növbəti günün yenə səhər saat 8, 9-un yarısı və yaxud 8-in yarısı yenə şarj edirəm. Amma bu batarya tam boşalmır. 20-18%-lərdə saxlayıram və yenə şarj edirəm. Yəni, bir sutka 95%-dən 20%-ə qədər şarj saxlayır. Bu camera button barədə hamınız bilirsiniz. Mən bunu lazımsız bir düymə bilirdim. Artıq avtomobil sayəsindən məni bir çoxlarınız bloger kimi tanıyırsınız. Ona görə bəzi çəkilişlərdə kadrları tutmaq üçün biraz cəhd davranmalıyam. Bu düymə isə həqiqətən bizə cəhd davranmağa kömək edir. O cəhdlik məsələsində çox yararlıymış. Ona görə fikrimi dəyişirəm. Lazımlıysan nədir? Ekran nisbətən böyükdür. Ekran xüsusiyyətləri isə iPhone 14 Pro Max-dən cüzi şərtlərlə fərqlənir. Nə bilim, məsələn, bunda nit dəyəri 3000-dir, iPhone 14 Pro Max-da, 15 Pro Max-da daha yuxarıda, 14 Pro Max-da 2000-likdir. 15 Pro Max-da da səhv etmirəmsə 3000-likdir. Yəni, o qədər də fərqlənmir ekran xüsusiyyətləri. Prosesor dəyişiblər, daha güclü prosesor qoyublar. Amma gündəlik həyatda o fərqi hiss eləyərsinizmi? Yox. Gündəlik həyatda hiss ediləcək bir fərq deyil sizin üçün. Artıq iPhone 17 Pro və 17 Pro Max-lərdə, hətta səhv etmirəmsə, Air-lərdə də 12 GB RAM ilə gəlir. 8 GB RAM iOS 26-nı yaxşı işlədə bilmirdi. Yetərincə axıcı və əvvəlki o iPhone fərqi yox idi. Lakin 12 GB RAM əməliyyat sistemini olduqca axıcı və rahat işlətməyə imkan verir. Çünki həqiqətən də iPhone 15 Pro Max-da biraz ağır işlədiyi üçün yorur da adamı. Sizi çox yormayım, yekun olaraq onu deyim ki, əgər siz iPhone 14 Pro Max və yuxarı model artıq istifadə edirsinizsə, gündəlik işlər görürsünüzsə, məsələn, seriala baxmaq, YouTube-da və ya Instagram-da və yaxud digər sosial şəbəkələrdə vaxt keçirmək və yaxud da telefonun zəng gəlsin, zəng getsin məqsədi üçün istifadə edirsinizsə, dəyişmək o qədər də lazımlı deyil deyə düşünürəm. Çünki arada o məbləğ fərqini görməyib verdiyiniz məbləğə heyfslənə bilərsiniz. Yox, əgər sosial şəbəkələrdən iş üçün istifadə edirsinizsə, bir kontent düzəldən, bloger, influencer
və yaxud kamera keyfiyyətinə önəm verən birisinizsə, çəkiliş keyfiyyəti sizin həyatınızda önəmli bir yerdədirsə, o zaman dəyişməyə dəyər. Çünki kamera keyfiyyəti doğrudan da yaxşıdır. Təcrübə videosundan bu qədər dostlar. Ümid edirəm sizin üçün də yararlı suallara videoda cavab verə bildik. Videonu bəyənməyi, kanalıma da abunə olub dəstək olmağı unutmayın. Bir də orada zəngi işarəsi var. Onu da aktiv eləsəz sevinərəm. Hələlik növbəti videolardan, növbəti yeni gadgetlərlə qarşınızda olmağa çalışacağam.